Və aleykumussalam və rəhmətullahi və barakatuhu. Fitnənin səbəbləri, qardaş, həddindən artıq çoxdur. Bəzi səbəblər çox güclü səbəblərdir, bəziləri zəifdir. Keçmiş əsrlərə baxsaq, görərək ki, hər əsrdə fitnənin müəyyən növləri daha çox zuhur olub, daha çox təsir edib insanlara. Bu dövrdə də ən böyük fitnənin səbəblərindən biri cahillərin ortada olmasıdır. Cahillərin elmsiz şəkildə danışmasıdır. Elmi olmayan insanlar elmi məsələlərə müdaxilə etməsidir. Ən böyük bəlalardan biridir bu. Həqiqətən, bəzən hədis var, Peyğəmbər s.ə.v buyurur, İdə ləm təstəhi fasna' mə şi'tə. Əgər utanmırsansa, yəni nə istəyirsən edə bilərsən. Mənası odur ki, yəni utanmaz insandan nə desən gözlənilir. Bəzən insan həqiqətən dəhşətə gəlir ki, bəzi insanlar var, nəinki elmi oxumaq, nəinki məsələ elmdə ömür keçirmək, zəhmət çəkmək, hətta elmin başlanğıcı olan, elmin əvvəli olan Quran-ı Kərimi belə görürsən oxuya bilmir. Hələ nəinki anlamaq, nəinki təfsirindən xəbəri olmaq. Baxırsan ki, elmi məsələlərdən danışır. Hətta nəinki danışmaq. Ən dəhşətlisi odur ki, hələ zaps edib YouTube-da, sosial şəbəkələrdə paylaşırlar. Həqiqətən insan utanmırsa, bir insana nə desən gözlənilir. Bəzi insanlar var, cəsarət eləmir ki, otursun tibbdən danışsın, həndəsədən danışsın, hətta siyasətdən danışsın. Hansı elmlər ki, təcrübə üzərinə qurulub. Bunlardan danışmağa, belə deyək də, cəsarəti yoxdur. Çünki qorxur ki, hamı ona gülər, hamı onu əla salar və s. kimi, amma cəsarət eləyir vəhiy üzərinə qurulmuş dindən danışmağa. Hansı ki, Allah Azza və Cəllə qadağan eləyir elmsiz şəkildə Quran-ı Kərimdən danışmağa, dindən danışmağa və Allah Azza və Cəllə qınayır o kəsləri ki, nəfslərinə görə danışırlar. Quran-ı Kərimdə ayə var, Allah Azza və Cəllə buyurur, İn yəttəbi'unə illəz-zan və mə təhvəl-ənfus. Onlar, baxırsan ki, zənnin arxasındadırlar və nəfslərinin istədiyinə uyğun davranırlar. Onların ittiba etdikləri zənn və nəfslərinin istəkləridir. Başqa bir ayda Allah Azza və Cəllə buyurur, وَمَنْ أَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ. Öz istəklərinə gedən, öz istəklərinə uyan, öz istəklərinə ittiba edəndən daha zəlalətli kim ola bilər? Kimdir adətən öz istəklərinə uyan, öz istəklərinə ittiba edən? O insanlar ki, Allah Azza və Cəllədən qorxmurlar elmsiz şəkildə danışmağa. Və insanların bir çox qardaşların ümumiyyətlə fitnəyə düşməyinin, haqq yoldan azmağının, elm tələblərinə qarşı, elm adamlarına qarşı qəlblərində kinin, nifrətin dolmağının səbəbi bu cahillərin ortaya düşməsi, cahillərin danışmasıdır. Bunu hər kəs bilməlidir. Bütün müsəlman qardaşlar, bacılar, bu şeydə çox oyaq olmaları lazımdır. Vallahi çox oyaq olmaqları lazımdır. Əgər insan zərəlin hardan gəlməyini bilmirsə, o insan heç zaman zərəldən canını qurtara bilməz. Xəsarətdən canını qurtara bilməz. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur, وَإِنَّ كَثِيرًا لَيُضِلُّونَ بِأَهْوَاهِهِمْ بِغَيْرِ عِلْمٍ. Bax, ayəyə fikir ver, subhanallah. Allah buyurur, وَإِنَّ كَثِيرًا لَيُضِلُّونَ بِأَهْوَاهِهِمْ بِغَيْرِ عِلْمٍ. Onların çoxu insanları öz nəfsi istəkləri ilə, yəni elmsiz olaraq öz nəfsi istəkləri üzrə danışaraq insanları azdırırlar. Öz nəfs istəkləri ilə elmsiz şəkildə insanları azdırırlar. Danışmağa nə var ki, çox insan danışır mərdlikdən, kişilikdən, belə olmalıdır, elə olmalıdır. Ən mərd insan odur ki, bilmədiyi şeyi danışmasın. Ən mərd insan odur ki, bildiyi şey danışsın. Mərdlik budur. Sadəcə belə dil aslanı olmaq deyil. Subhanallah. Ona görə insan dinini kimdən götürür bilməlidir. Kim istəyir danışsın. Yəni biri oturdu, danışdı. Sadəcə danışıq üslubu xoşuma gəldi deyə oturub dinləməyin doğru deyil. O yalan da danışa bilər. Peyğəmbər s.ə.v buyurur, İnnə fil bəyani lə sehra. Açıqlamaqda sehr var. Yəni sehr kimi təsirli deyil. İnsanlar var, batili elə danışar ki, 100 haqqı danışandan daha görkəmli olar, daha təsirli olar. Ona görə insanların danışığı deyil, danışan insanın kimliyi də önəmli. Kimdir bu danışır?
Oturub mənhəcdən danışır, oturub əqidədən danışır, oturub tasnifdən, onun bunun haqqında danışır. Sən kimsən məsələ? Bax bu adama görsə, kimdir bu adam? Harda təhsil alıb? Hansı institutu qutarıb? Hansı universiteti qutarıb? Hansı alimin tələbəsidir bu? Əgər bunların heç birində ona cavab yoxdursa, onu da, onun danışığını da tərk elə getsin. Zaten utanan insanlar oturub bilmədikləri şey haqqında danışmırlar. Utanmaz insanlar nə desən gözlənilir. Ona görə əgər sabit qalmaq istəyirsə bir insan, baxın bu qayda çox önəmlidir. Əgər bir insan sabit qalmaq istəyirsə, mütləq və mütləq Quran və sünnə əhlini, Quran və sünnəni öyrənmək üçün ömür keçirmiş adamlardan götürməlidir. Allah Azze ve Celle buyurur, فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَ. Kim mənim yolumla gedərsə, yəni Quran və sünnə ilə, o nə azmar, nə də bədbəxt olmar. Nə azmar, nə də bədbəxt olmar. Subhanallah, İbn Məsud radiyallahu anh, Abdullah İbn Abbas radiyallahu anhumanın gözəl sözü var. Həqiqətən bu mənhəc olaraq bir insan üçün çox önəmlidir. Bir müsəlman üçün çox önəmlidir mənhəc olaraq. Bax, Abdullah İbn Məsud, Abdullah İbn Abbas radiyallahu anhuma deyir ki, Təkəffəlallahu limən qara'al Qur'an. Subhanallah. Təkəffəlallahu limən qara'al Qur'an və təbə'a mə fihi. Allah öz öhdəsinə almışdır o adamı ki, Quran-ı Kərimi oxuyar və onun içindəki hökmlərə ittiba eləyər, ən la yadillə fid dunya və la yəşqa fil axirə. Və o insan dünyada əsla azmar və axirətdə əsla peşman olmar. Əsla bədbəxt olmar. Nə deməkdir? Allah öz öhdəsinə götürmüşdür. Kim Quranı oxuyarsa və içindəki hökmlərə ittiba eləyərsə, bu dəlildir ki, yəni kim elmlə hərəkət eləyərsə, vəhiy ilə hərəkət eləyərsə, Quran və sünnə ilə həyatını düzənləyərsə, cahilin özü əgər onda həyə olsa, elm olsa, elə onun elmi olsa, onu cahil olduğu halda danışmamağa gətirib çıxarlar. Madəm ki, bir insan elmi olmadığı halda danışırsa, bu onun cahilliyinin və zəlalətdə olmağının əlamətlərindəndir. Ona görə mən təkrar deyirəm, bu əsrin ən böyük fitnələrindən biri budur ki, cahillərin danışmasına qulaq asmaq, onları dinləmək, belə deyək də, onların göstərdikləri şeylərlə təsirlənmək ən böyük fitnə növlərindən biridir. Yəni, sən demə, məsələn, məcbul bir adam çıxır, danışır, baxım görüm nə deyib, dinləyim görüm nə danışır, xeyr. Qəlbin qapısı yoxdur. Elə şübhə atar ki, sonra onu illər boyu qəlbindən çıxarda bilmərsən. Ən salamatı odur ki, bir insan madəm ki, sələfi mənhəci, sələfi əqidə üzərində deyil və bu gözəl bir vəhyi öyrənmək üçün uzun bir vaxt sərf eləməyib, o insanın təhsili, təlimi məruf deyil, o insan nə istəyir danışsın, əsla ona qulaq asma. Allahu aləm.